Salam, dəyərli izləyicilərimiz. Video dərsimiz Python proqramlaşdırma dilində mən kortejlərə aid ayrıca bir video çəkmişəm. Bunu yazdığım məlumat üzərindən danışacağım sizə. Kortejlər çox sadədir. Kortejlər haqqında mən nə deyə bilərəm? Kortejlərə Python proqramlaşdırma dilində biz tuples tipli verilənlər deyirik və bu cür də nəzərdən keçirir tuples tipli verilənlər. Pythonda bir növ dəyişməz verilənlər strukturudur tuplelar və dəyərləri heç vaxtı dəyişdirilə bilməz. Tuple verilənlərini biz heç vaxtı dəyişdirə bilmərik. Kortejlərin, yəni tupleların dəyərləri dəyişməyən sabit verilənlər toplusunu saxlamaq üçün istifadə olunur. İndi gəlin biz birlikdə kortejlərdə istifadə olunan əsas operator və funksiyalara nəzər salaq. Mən onları cədvəl şəklində yazmışam və üstəlik kod şəklində də yazıb yerləşdirmişəm. Pythonda kortej operatorları və funksiyaları hansılardır? Pythonda istifadə olunan, yəni kortejdə, tuple tipli verilənlərdə istifadə olunan metod və funksiyalar adətən siyahıdakı metod və funksiyalara çox oxşardılar. Burada tuple'ları birləşdirmək üçün üstəgəl, kortejlərdəki elementləri təkrarlamaq üçün vuraq, müəyyən indeksli elementi götürmək üçün identasiyadan istifadə olunur. Sonra müəyyən aralıqdakı elementləri dilimləmə metodu ilə götürmək üçün dilimləmə metodundan istifadə olunur. Elementin kortejdə olub olmadığını yoxlamaq üçün in üzvülük operatorundan istifadə olunur. Dedim ki, siyahıdakı elementlərə çox oxşardır. Sadəcə olaraq kortejlərin verilənləri açıq mötərizə daxilində yazılır. Elementin kortejdə olub olmadığını yoxlamaq üçün not in operatorundan istifadə olunur. Kortejin uzunluğunu bizə qaytarmaq üçün len, kortejdəki, yəni tupledakı ən kiçik elementi qaytarmaq üçün minimum, ən böyük elementi qaytarmaq üçün maksimum. Kortejdəki bütün elementlərin cəmini qaytarmaq üçün sum, kortejdəki ilk uyğun indeksi qaytarmaq üçün indeks operatorundan istifadə olunur və kortejdəki müəyyən elementləri neçə dəfə sayını bilmək üçün count operatorundan istifadə olunur. Sadəcə olaraq siyahıdan fərqli olaraq kortejdə yadımızda saxlamalıyıq ki, verilənlər strukturu və dəyərləri burada dəyişdirilə bilməz. Dəyişdirilə bilməz. Yəni, tuple tipli verilənlərin dəyişənlərinin dəyəri sabit verilənlər toplularını saxlamaq üçün istifadə olunur. Siyahıdan fərqli olaraq. İndi mən operatorlar və funksiyaların izahını, kod nümunələrini isə göstərəcəm. İlk öncə birləşdirmə operatorundan danışacağım. İki kortejin, yəni tuple'ın elementləri var. Bir dənə A tuple götürmüşəm, bir dənə B tuple götürmüşəm. Həmin tuple'ın elementlərini birləşdirmək üçün C bərabər A plus B demişəm və çıxışa C-ni vermişəm. Neyniyəcək? Birinci A-nın, sonra isə B-nin elementlərini elə tuple formasında da bizə geri qaytarmış olacaq. Tuple verilənləri siyahıdan fərqli olaraq düz mötərizə daxilində yazılır. Tuple'ın təkrarlama operatoru vuraqdır. Kortejin elementlərini təkrarlayır. Yenə bir A dəyişənini götürmüşəm. 1, 2, 3 elementləri təkrarlayır. Bax, siyahıda olduğu kimidir. 3 dəfə bizə elementləri təkrar olaraq çıxışa vermiş olacaq. İndeksasiya operatoru bu cür düz mötərizə daxilində yazılır. Müəyyən indeksdəki elementi götürür. Məsəl üçün, tuple'ın ikinci indeksli elementi, ikinci indeksi sıfırdan başlayır indeksləmə dediyi soldan sağa, ikinci indeksi 3 elementini bizə qaytarmış olacaq. Sonra dilimləmə metodu, dilimləmə operatoru müəyyən aralıqdakı elementləri götürür. Burada çıxışa vermişik bir 3 aralığı. 0, 1, 2, 3, 3 də 4-ə düşür dedik. Sonuncu alınıb bizə 2, 3 cavabını qaytarmış olur. Üzvülük operatorumuz in operatorudur. Tuple'larda, yəni kortejdə elementin olub olmadığını yoxlayır. Belə bir A tuple'ımız var. Print 3 in A, yəni tuple'da 3 elementi varsa true,
Not in də bizə elementin kartejdə olmadığını yoxlayır. Bəli, 6 not in A, 6 yoxdur. Deməli, not varsa bizə bəli cavabını qaytarmış olacaq. Tuple-dakı uzunluğu, elementlərin uzunluğunu tapmaq üçün elə len funksiyasının metodundan istifadə olunur. Yenə bir A tuple götürmüşəm. Len A bizə çıxışa 5 olaraq qaytaracaq. Minimum funksiyası kartejdən kiçik elementi bizə qaytarır. Ən kiçik elementimiz 1-dir. Maksimum desək, ən böyük elementi bizə qaytarmış olacaq. Kartejdəki 5 elementidir. Yenə sum cəmləyir. Kartejdəki bütün elementlərin cəmini bizə qaytarır və indeks metodu tuple'larda uyğun indeksi bizə qaytarır. Belə bir siyahımız var. Yenə tuple'ımız var. Tuple'da 3-cü elementin indeksini bizdən soruşur. O isə 2-yə bərabərdir. Sonra saymaq üçün dedik, count metodundan istifadə edirik. Kartejdə müəyyən elementlərin neçə dəfə olduğunu bizə göstərir. Count 3 elementi neçə dənədir? 2 dənə olduğunu bizə qaytarır. Görürsüz ki, kartejlər, yəni tuple tipli verilənlər siyahıya çox oxşardır. Yəni siyahıda istifadə olunan metodlar, funksiyalar elə kartejlərdə də istifadə edilir. Sadəcə olaraq kartejin verilənləri həmişə yadda saxlayaq ki, düz mötərizə daxilində yazılır və kartejin verilənləri adətən dəyişməz verilən strukturu və dəyərlərini heç vaxt biz kartejin dəyərlərini dəyişdirə bilmərik. Sağ olun. Növbəti video dərsimizdə görüşmək ümidi ilə.